vaxtınız xeyir olsun. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Real Televiziyası ilə birgə təqdim etdiyi Real İslahat verilişinə baxırsınız. Verilişi mən Zənurə Talibova təqdim edəcəm. Qonağımız isə mərkəzin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqovdur. Biz bugün işğaldan azad olunmuş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramının 2024-cü ildə icrası üzrə monitorinqindən, eləcə də dövlət proqramına aid digər məsələlərdən danışacağıq. Orxan müəllim, xoş gördük sizi. Xoş gördük. Orxan müəllim, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi proqramın icrası ilə bağlı 2024-cü il üzrə monitorinq prosesini yekunlaşdırıb. Biz mütəmadi olaraq bu hesabatları ictimaiyyətə təqdim etmişik bir neçə dəfə. Mən istəyirəm əvvəlcə qısa bir arayış verək ki, proqramın icrası ilə bağlı hansı işlər görülüb, bu istiqamətdə vəziyyət necədir? Çox sağ olun Zənurə xanım. Öncə onu qeyd edim ki, tarixi və əzəli torpaqlarımız işğaldan azad edildiyi vaxtdan həmin ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilməkdədir. Azad olunmuş ərazilərdə həyata keçirilən işlər miqyasına və xarakterinə görə xüsusi əhəmiyyət kəsb edir. Əvvəl onu qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə işğaldan azad olunmuş ərazilərə dair birinci dövlət proqramı qəbul olunmuşdur və həmin sərəncama əsasən dövlət proqramının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilməkdədir. Sizin də qeyd etdiyiniz kimi, mərkəz artıq 2024-cü il üzrə dövlət proqramının monitorinqini yekunlaşdırıb və ilk dəfə olaraq dövlət proqramının qiymətləndirilməsini hazırda həyata keçirilməkdədir. Monitorinq zamanı bir sıra dövlət proqramının icrasında qarşıya çıxan çətinliklər müəyyən edilmiş və mərkəz tərəfindən həmin çətinliklərin aradan qaldırılması istiqamətində real praktiki tövsiyələr verilmişdir. Eyni zamanda onu qeyd edim ki, monitorinq prosesi zamanı biz icraçı qurumlarla hər zaman müzakirələr aparırıq və müvafiq görüşlər təşkil edirik. Zaten monitorinq prosesinin əsas məqsədlərindən biri dövlət proqramı üzrə icraçı qurumlara dəstəyin göstərilməsidir. Eyni zamanda biz monitorinq prosesini yalnız ilin hər hansı bir zaman kəsiyində deyil, prosesin mütəmadi olaraq monitorinq daha effektivli olması, daha da keyfiyyətli olması üçün il ərzində aparırıq və müvafiq şəkildə qurumlarla işləyirik. Eyni zamanda biz monitorinq çərçivəsində bizim mərkəz olaraq azad olunmuş ərazilərə mütəmadi olaraq səfərlərimiz olur və həmin səfərlər zamanı da biz yerlərdə aparılan işlərlə tanış ola bilirik. Orxan müəllim, Prezident İlham Əliyev də mütəmadi olaraq görülən işlərlə özü şəxsən tanış olur. Bu yaxınlarda da Xocalının Ballıca kəndində sakinlərlə görüşdü, ora səfər etdi və orada da o bildirdi ki, görülən işlər böyük qayıdışa dair dövlət proqramının icrası çərçivəsində həyata keçirilir və Ballıca da artıq insanların məskunlaşdığı 10-cu məntəqə oldu. Sualım bundan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin tikintisi ilə bağlı vəziyyət necədir? Yəni, biz bu səfərlərdə də gördük ki, bu məsələ əsas diqqət mərkəzindədir. Nə qədər yaşayış məntəqəsi tikilib? Həmin ərazilərə nə qədər əhali köçürülüb? Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfəri yeni işlərin təməlinin qoyulması və icrası başa çatdırılmış işlərin açılışı ilə yadda qalır. 2024-cü il ərzində Xocalı şəhərinə, Şuşa, Cəbrayıl, Füzuli şəhərlərinə, Laçın şəhərinə, eyni zamanda Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndlərinə
əhalinin köçü həyata keçirilmişdir. Hazırda şəhər, qəsəbə və kəndlərdə quruculuq, bərpa işləri davam etdirilir. Son 3 il ərzində 10 yaşayış məntəqəsinə 3000-ə yaxın ailə, ümumilikdə 12.000 əhali köçürülüb və həmin əhali, köçülən əhali yaşayış evlərlə təmin edilmişdir. Onu da qeyd edim ki, insanların rahat və firavan yaşaması üçün bütün müasir və zəruri infrastruktur təmin olunmuşdur. Nə qədər əhalinin nə qədər yaşayış məntəqəsinin tikilməsi və köçürülməsi nəzərdə tutulur? Onu qeyd edim ki, ümumiyyətlə köçürülmüş əhalinin 5000-ə yaxını fəal əhalidir və azad olunmuş ərazilərdə həm dövlət, həm özəl sektorda çalışanlar, eyni zamanda təhsil alanlarla birlikdə ümumi əhali sayı 40.000 nəfərə yaxındır. Və sizin sualınızın cavabı olaraq qeyd edim ki, 2026-cı ilin sonuna, yəni dövlət proqramının sonuna qədər 50-yə yaxın yaşayış məntəqəsinə əhalinin köçürülməsi nəzərdə tutulur və hazırda 28 yaşayış məntəqəsində tikinti quruculuq işləri davam etdirilir. Orxan müəllim, bəs bu əhali köçürülür, proses davam edir, sizin də qeyd elədiyiniz kimi. Bəs əhalinin rahat yaşayışını təmin etmək üçün zəruri tədbirlər görülübmü? Burada həm təhlükəsizlik, sakinlərin təhlükəsizlik məsələsini bura aid eləmək olar. Eyni zamanda ərazilərin minadan təmizlənməsi məsələsini aid eləmək olar. Yəni bu işlər tam şəkildə həyata keçirilə bilibmi? İlk öncə mən mina təmizləmə məsələsinə toxunmaq istəyirəm. Dövlət proqramında ümumilikdə 2026-cı ilin sonunda 215.000 hektar ərazinin minadan təmizlənməsi nəzərdə tutulur və 2024-cü ilin monitorinq nəticələrinə əsasən biz deyə bilərik ki, 2024-cü ildə 62.024 hektar ərazinin minadan təmizlənməsinə və eyni zamanda patlamamış hərbi sursatlardan təmizlənməsinə nail olunmuşdur. Orxan müəllim, bəs energetika sahəsində vəziyyət necədir? Xüsusilə də enerji istehsalı ilə bağlı stansiyaların tikintisi, elektrik xətlərinin çəkilişi, qaz kəmərlərinin çəkilişi, bu sahədə hansı işlər görülüb? Zəna xanım, energetika sahəsində də kifayət qədər işlər icra olunmuşdur. İcazənizlə bu barədə qısa bir arayış verim. Ümumiyyətlə, ərazilərin yüksək gərginlikli elektrik enerji təchizatı ilə bağlı işlər görülüb və xətlər çəkilib. Hazırda 14 ədəd yarım stansiya tikilib və istismara verilib, yəni bugünkü tarixə dək. Eyni zamanda son 4 il ərzində 30-dan çoxsu elektrik stansiyası tikilib istismara verilmişdir. 2024-cü ilin monitorinq nəticələrinə əsasən deyə bilərik ki, 8 su elektrik stansiyası tikilib istismara verilib və hazırda 10 su elektrik stansiyasının tikintisi davam etdirilir. Eyni zamanda Xudafərin... Bunların da proqram müddəti başa çatana qədər təhvil verilməsi gözlənilir. Bəli, təbii ki, düzgün qeyd edirsiniz. Eyni zamanda 2024-cü ildə Xudafərin və Qız Qalası hidro qovşağının açılış mərasimi olmuşdur. Bütün bu görülən işlərlə yanaşı elektrik təchizatı infrastrukturunun daha operativ və effektiv idarə olunması məqsədi ilə 2024-cü ildə Qarabağ Regional Enerji Şəbəkəsi MMC təsis olunub. Buna paralel olaraq Ağdamda icra olunan işlərin vahid mərkəzdən idarə olunması məqsədi ilə Qarabağ Regional Rəqəmsal İdarə Etmə Mərkəzi yaradılmışdır. Qeyd olunan işlərlə yanaşı 10 yaşayış məntəqəsinə, ötən dövrdə 10 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin edilmişdir və hazırda müvafiq ərazilərdə qaz kəmərlərinin çəkilişi, eyni zamanda qaz paylayıcı stansiyalarının quraşdırılması işləri davam etdirilir. Ən önəmli məsələlərdən biri də nəqliyyat, logistika və su təchizatının tam təmin olunması məsələsidir. Bu istiqamətdə hansı işlər görülür? Yəni burada söhbət həm avtomobil yolları, həm dəmir yolları, həm hava yollarından gedir. Hansı işlər görülür? Zəna xanım, məlumdur ki, böyük qayıdışa dair dövlət proqramı çərçivəsində əsasən 4 istiqamət: infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı
inkişafı. Yəni, əsas prioritet istiqamətlər bunlardır və görülən işlərdə bu çərçivədə həyata keçirilir. Ümumiyyətlə, azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından, ərazinin tranzit potensialından istifadə baxımından yol nəqliyyat infrastrukturunun qurulması xüsusi əhəmiyyət kəsb edir. Həm dövlət proqramı çərçivəsində, həm də ölkə başçısının müvafiq sərəncamı ilə hazırda qeyd olunan ərazilərdə 44 avtomobil yolunun layihəsinin tikintisi prosesi davam etdirilir. Və bundan əlavə proqram çərçivəsində 45 tunelin və 447 körpünün tikintisi də nəzərdə tutulur və bu istiqamətdə də işlər aparılmaqdadır. Qeyd olunandan yanaşı, mən dəmir yolu infrastrukturunun bərpasına da toxunmaq istəyirəm. Hazırda bu istiqamətdə də təqdirə layiq işlər görülür. Yeni dəmir yolu xəttləri çəkilir. Əvvəlki sıradan çıxmış dəmir yolu xəttlərinin bərpası həyata keçirilir. Eyni zamanda xüsusilə Bərdə, Ağdam və Horadiz, Ağbənd dəmir yolu xəttlərinin tikintisini xüsusi vurğulamaq istəyirəm və burada da tikinti prosesi böyük həcmdə yerinə yetirilmişdir. Hava nəqliyyatı ilə bağlı bir neçə zəruri məqamı diqqətinizə çatdırmaq istəyirəm. Hazırda Zəngilan, Füzuli, Laçın hava limanlarına, beynəlxalq hava limanlarına müvafiq kodlar verilmiş. Zəngilan və Füzuli hava limanlarında uçuşların təşkili təmin edilmişdir və Laçın hava limanının tikintisi prosesi də davam etdirilir. Orxan müəllim, görünən odur ki, əhali geri qayıdır, zəruri infrastruktur tədbirləri həyata keçirilir və təbii olaraq burada sosial layihələrin vacibliyi önə çıxır. Xüsusilə də əhali geri qayıdır, bunların içərisində gənclər var, cavanlar var, uşaqlar var və burada da təhsil, səhiyyə müəssisələrinin tikintisi, istifadəsi. Bax, bu istiqamətdə məsələ nə edir? Zənə xanım, onu qeyd edim ki, hazırda sosial və dayanıqlı inkişafın təmin olunması, yaşayış üçün rahat şəraitin yaradılması baxımından sizin də qeyd etdiyiniz kimi sosial infrastrukturun qurulması vacibdir. Yəni, sosial infrastruktur dedikdə təbii ki, ilk öncə ağla gələn təhsil, səhiyyə, mədəniyyət sistemi və digər sosial xidmətlərin təmin olunmasıdır. Mən ilk öncə təhsil sistemi ilə başlamaq istəyirəm. Çünki biz azad olunmuş ərazilərin dirçəldilməsini istəyirsə, təbii ki, əvvəl orada müasir təhsil sistemini qurmalıyıq, infrastrukturunu yaratmalıyıq. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi, 6 məktəbə qədər təhsil müəssisəsi təhsil müəssisəsinin fəaliyyəti təmin edilib və təhsil müəssisəsində 270 təhsil verən işlə təmin olunmuşdur. Təhsildən danışarkən mən Qarabağ Universitetinin fəaliyyətinə xüsusilə toxunmaq istərdim. Hansı ki, Azərbaycan Respublikasının prezidenti tərəfindən xüsusi mənəvi dəyəri var. Bəli, xüsusi mənəvi dəyəri var. Düzgün qeyd edirsiniz. Qarabağ Universiteti Azərbaycan Respublikası prezidenti tərəfindən 2023-cü ildə müvafiq sərəncamla yaradılmış və 24-cü ildə sentyabrın 20-sində açılışı olmuşdur. Qarabağ Universitetində hazırda 27 ixtisas üzrə 6 fakültə fəaliyyət göstərir və 1200-ə yaxın tələbə təhsil alır. Sosial infrastrukturdan danışarkən səhiyyə ilə bağlı əsas məqamları mən qeyd etmək istəyirəm. Əhalinin sağlam yaşaması və səhiyyə xidmətlərinə çıxışın təmin olması ilə bağlı azad olunmuş ərazilərdə müasir səhiyyə infrastrukturu qurulur, yeni xəstəxanalar tikilir, ailə sağlamlıq mərkəzləri tikilir, əhalinin istifadəsinə verilir. Belə ki, hazırda 7 ailə sağlamlıq mərkəzi, 6 xəstəxana, 2 həkim tibb məntəqəsi, eyni zamanda Xankəndində poliklinika fəaliyyət göstərilir. Hazırda Şuşa rayon mərkəzi xəstəxanasında da təhvil təhsil işləri yekunlaşdırma mərhələsindədir. Eyni zamanda digər yaşayış məntəqələrində də mərkəzi xəstəxanaların tikintisi
davam etdirilir. Orxan müəllim, bütün bax bu sadaladığınız məsələlər həm də iqtisadi inkişafa yol açır. Mən istəyirəm və mövcud iqtisadi şəraitin necə olmasından xəbər verir. Mən istəyirəm bir qədər iqtisadi inkişafımızda həmin ərazidə təşviq mexanizmləri, sahibkarlara dəstək layihələri barədə danışaq ki, bu istiqamətdə orada hansı işlər görülür? Cənab xanım, azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması çərçivəsində ilk öncə torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, kiçik və orta sahibkarlığın inkişaf edilməsi, təşviq tədbirlərinin görülməsi aktual olaraq qalır və xüsusi əhəmiyyət kəsb edir. Çünki iqtisadiyyatın inkişafı məlumdur ki, ilk növbədə kiçik və orta sahibkarlığın inkişafı ilə başlayır və iqtisadiyyatın əsas driveri hesab olunur və bu istiqamətdə də Azərbaycan dövləti tərəfindən kifayət qədər təqdirə layiq addımlar atılmışdır və həmçinin azad olmuş ərazilərin iqtisadiyyatının deməli, yerli və xarici dəyər zəncirinə inteqrasiyası da mühüm əhəmiyyət kəsb edir. Ötən dövrdə qeyd olunan ərazilərdə bank filiallarının sayı 6-ya çatdırılmış və 904 ədəd post terminallar quraşdırılmışdır. Bu da əhalinin maliyyə xidmətlərinə çıxışını təbii ki, asanlaşdıracaq və daha əlçatan edəcəkdir. Bundan başqa qeyd olunan ərazilərdə fəaliyyət göstərən sahibkarların banklardan götürdüyü kreditlərə zəmanət verilmiş. Həmin zəmanət verilmiş kreditlərin subsidiyalaşdırılması da, faizlərin subsidiyalaşdırılması da dövlət tərəfindən həyata keçirilmişdir. Eyni zamanda təşviq tədbirlərindən biri olan vergilərdən azad olma məsələsini qeyd etmək istəyirəm. Hansı ki, 2023-cü ilin yanvarın 1-dən azad olmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşmiş vergidən azad olunub. İqtisadiyyatın inkişafından danışarkən mən xüsusilə bir məqamı qeyd etmək istəyirəm. Hansı ki, hazırda qeyd olunan torpaqlarda fəaliyyət göstərən sənaye parkları və orada 2 sənaye parkı hazırda fəaliyyət göstərir. İlk öncə mən Ağdam Sənaye Parkı ilə başlamaq istəyirəm. Hansı ki, ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci ən böyük sənaye parkıdır və Cənubi Qafqazda ilk 5-likdə yer alır. Sənaye Parkında hazırda 29 sahibkarlıq subyektinə rezidentlik və 4 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilmişdir. Sənaye Parkının 70% artıq sahibkarların istifadəsinə verilmişdir və bütün bu görülən işlərin fonunda hazırda orada 457 daim iş yeri açılmışdır ki, bu da məşğulluğun təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər bizim sənaye parkımız Cəbrayıl rayonunda yerləşən Araz Vadisi İqtisadi Zonası sənaye parkıdır. Hansı ki, hazırda həmin sənaye parkda 13 rezident və 1 qeyri-rezident deməli mövcuddur və sənaye parkının orta hesabla 30%-dən çox hissəsi sahibkarların ixtiyarına verilmişdir və sənaye parkının da deməli 100-ə yaxın daimi iş yeri yaradılmışdır. Sadaladığınız işlər hər biri müxtəlif qurumlar tərəfindən həyata keçirilir və arxasında çox böyük bir əmək dayanır. Bütün bu informasiyalar isə bizim mərkəzdə, sizdə ona görə var ki, biz görülmüş işlərin monitorinqini aparırıq, hansı işlər görülüb, hansı işlərin görülməsi nəzərdə tutulur. Mənim sualım bundan ibarətdir ki, bu monitorinq prosesinin daha da təkmil formada aparılması üçün hansı işlər aparılır? Zərnə xanım, onu qeyd edeyim ki, biz mərkəz olaraq monitorinq prosesinə və qiymətləndirmə prosesinə kompleks yanaşırıq və biz dövlət proqramının strukturuna nəzər yetirdikdə görürük ki, orada həyata keçirilən işlər
əsasən bərpa, quruculuq, tikinti işləridir və bunlar da təbii ki, layihələr formasında icra olunmaqdadır. Bu baxımdan biz mərkəz olaraq monitorinq prosesini daha da təkmilləşdirmək üçün, monitorinq və qiymətləndirmə prosesini daha da təkmilləşdirmək üçün layihə idarə etməsi modulunu yaratmışıq və 2024-cü ildən həmin modul Böyük Qayıdışa dair dövlət proqramının elektron portalında tətbiq olunur. Ümumiyyətlə, bu layihə idarə etməsi modulunun tətbiqi resurslardan səmərəli istifadəyə, qənaətlə və ünvanlı istifadəyə, nəticə əsaslı büdcəyə keçidin təmin olunmasına, layihələrin idarə olunmasında koordinasiyanın təşkilinə zəmin yaradır. Eyni zamanda həm ayrı-ayrıqda layihələrin, həmçinin dövlət proqramının vahid zaman kəsiyində izlənməsinə imkan verir. Yəni biz dövlət proqram monitorinqin layihə idarə etməsi modulu vasitəsilə apardıqda biz həm orada maliyyə və fiziki tərəqqini izləyə bilirik. Eyni zamanda maliyyə və fiziki tərəqqinin müqayisəsində aparılması imkanımız olur. Təşəkkür edirəm Orxan müəllim. Görünən odur ki, Böyük Qayıdış Azərbaycan dövlətinin başlıca məqsədidir və bu prosesin reallaşması üçün dövlətimiz sistemli, ardıcıl, məqsədli iş görür. Burada təkcə məsələ sosial-iqtisadi inkişaf deyil. Bu məsələnin bizə mənəvi əhəmiyyəti, mənəvi məsuliyyəti də çox böyükdür. Ona görə də sizə görülən işlərdə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkürlər. Biz isə real islahatda yenidə görüşəcəyik. Salamat qalın.